Kimlərləsə çörək kəsmişəm, amma heç kəsin çörəyini kəsməmişəm. Hər mən çox istəyirəm. Gedib mənim haqqımda elə sözü deməməlidir, çünki mənim haqqımda bunu deməyə məni incitdi. Oysa Tolkien verilişində əməli başlı ki, şoza düzəltdilər. Kaş elə həmişə elə eləyəydim. Hansısa devirdə Azərbaycandan bağlı aktyor olmuşam. Çox narahat idin, sən mənim uşaqlarıma yer ol. Həvəsləndirən yoxsa. Mənə həvəsləndirən bu. Mən bəzilər kimi pula həvəsə gəlmirəm. Televiziyaya baxırsan bizim kanallarımıza. Baxmıram, qaqaş, baxmıram. Heç evladımız, atamız, anamız ideal deyil. Yer şurasının bir nömrə 50'si bizik. Allaha and olsun mümkün olmayan bir şeylərdir. Kimsə quyu qazır. Yol üstü o quyudan suda götürüb gedirəm. Pandemiya devrində demək olar ki, %99'unu itirdim. TikTok'a yazığım gəlir. Mən öz payıma deyirəm. Mən üçün o ayıb bir şey gəlir ki, jeton atım, mənə satım. Odur söhbət ki, sənin üzünə baxanda insanı gülməyə tutur. Buraya sən işim var. Hər vaxtınız xeyir, Mirin Dipçəyinə baxırsınız. Bu dəfəki qonağım çox əyləncəli bir insandır deyərdim, amma şəxsən tanıyandan sonra düşündüm ki, bu mövzuda bir qədər fikirləşməyə dəyər. Söhbət Elmədin Cəfərovdan gedir. Azərbaycanın tanınmış aktyorudur və siz onu müxtəlif komedik seriallarda və filmlərdə görmüsünüz. Fərqli obrazlar var. İndi biz hamısına toxuna bilmirik, amma veriliş boyunca lazım gəldikcə həmin məqamlara da toxunmağa çalışacağıq. Hər vaxtın xeyir, Hörməti, necəsən? Hər vaxt xeyir, yaxşı olsan. Sən necəsən? Əla, çox əla. Amma ki, müsahibənin əvvəlində bir şey dedim. Dedim, kənardan düşünürsən ki, komedik bir insandır, amma əslində tanıyanında görürsən ki, elə deyil. Bu şablon bir cümlə idi. Sadəcə atdım ki, bəlkə tutar. Yox, ümumiyyətlə. Elə deyil mi? Verilişin əvvəldən belə rahat danışa bilərəm də. Axıra qədər rahat danışa bilərəm. Şablon cümlə dedin. Məsələn, bir çox verilişlərinə baxmışam. Daha çox şablon cümlələrdən istifadə edirsən. Ona görə normal qəbul edirəm. Yəni, mənim xarakterimdə var. Verilişin əvvəlində həmişə şablon ifadələrlə deyirəm ki, axırı... Hə, bilmirəm. Allah ilə axırda düzəldəsən. İnşallah. Hə, tamam. Verilişin axırında... Şübhəli kadrında bığı tutub gülməyin olur. O kleydə güləndə dəri dartılır, bığ düşürdü ona görə. Doğrudan, həyatda da bu qədər pozitiv insansan, yoxsa sadəcə filmlərə görə, seriyalara görə, yəni bir növ çörək pul qazanmaqdan ötürü bu obrazdasan? Tamam, belə deyim. Həyatda biraz hamı standart yanaşmıram da. Yəni, yıxıldın, güclü ol, ağlamaq istədin, ağlama, güclü ol, özünə güvən, nə bilim, hər şeyə əl olacaq. Yox, elə yanaşmıram həyata. Mən əgər ağlamaq istəyirəmsə, içimə deyirəm ki, ağla. Yıxılmısansa ağrını hiss elə, o yıxılmağını yaşa. Heç nə özümə qadağan eləmirəm ki, mən güclü olmalıyam, mən bir nömrə ol. Elə bir hədəfim yoxdur. Anı yaşayıram. Əgər dizim dəyirsə yerə, o ağrını hiss edirəm. Əgər ürəyimdə bir ağrı varsa... Dizin neçə dəfə yerə dəyib bəs? Məsələn, söhbət burada fiziki mənada getmir. Yəni, neçə dəfə olub ki, düşmüsən, qalxmışsın? 3-4 dəfə. 3-4 dəfə. Bəlkə də 5 dəfə. Dövr olaraq biz bunlara izah edə bilərik. Məsələn, hansı dövr? Belə deyim, hər 3-5 ildən bir bunu yaşayıram həyatımda. Düşmə dövrü. Nə düşmə, bitdi dediyim anda hər şeyin başlamasını. Burada kənar qüvvələrin təsiri olubmu? Yəni, sənin yenidən qalxmağına və yaxud da əzilməyinə, düşməyinə? Yoxsa elə ilahinin təqdiri deyib keçmirsən üstündə? Hə, həmişə elə deyirəm, amma təbii ki, münbit şərait olmalı ki, sən qalxasan da. Yəni, yerə bir toxum əksən, o münbit şərait olmasa, o toxum bitəsi deyil. Əlbəttə ki, ətrafımda elə bir durum olub düşür və yaxud ümumiyyətlə elə bir durum olub ki, mənim qalxmağıma şərait yaranıbdır. Amma mən elə düşünürəm ki, bunu da eləyən Allahdır, Rəbbimdir. Ümumiyyətlə, konkret elə insanlar varmı ki, fikirləşirsən ki, mənim bugün Elmədin Cəfərov olmağımda ən böyük haqq sahibi, ən böyük pay sahibi məhz olardı, yəni onlara çox şey borcluyam. Ha, var. Fərd olaraq desəm də var, kollektiv olaraq. Əsas bizim komandanı deyərdim, çoxdular, yəni ad saymaq istəmirəm. Komediya qrupun heyəti, o heyətdir. Sonra başlanğıcda Həsən, Təksəbrin layihə rəhbəri, kanal rəhbərləri inanıbdılar mənə və tamaşaçılar. Amma ümumi təbii ki, Allah istəyib, Rəbbim yardım edib, doğru insanlarla qarşılaşdırıb, doğru vaxtda, doğru yerdə olmağı nəsib eləyib. Bir də şans çox veribdir. Amma və lakin biz Elmədin bəyi Tək Səbir layihəsindən sonra
hər hansısa bir stand-up layihəsində görmədik. Demək olar ki, görmədik. Bəlkə var idi, mən görməmişəm, amma sən bir növ daha çox aktyor kimi obrazları canlandıraraq izləyicinin önünə çıxdın və Fərda bəyin tutduğu yolu tutmadın məsələn. Dedin ki, mən sadəcə... Belə deyim, Fərda stand-up çox, əslən bugünkü stand-upda Azərbaycanda bir nömrə ilə Fərdadır mənim üçün. Müğənniyə də meyli var idi, fərdi işlərə çox meyli var idi. Məndə isə fərdi işlərə elə meylim olmuydu, heç vaxt elə bir sevgim olmur, komanda işini sevmişəm. Stand-upda o vaxtı yaxşı idim də, belə deyək, devir üçün 2000-lərin əvvəlləri, 2002, 2006-ya kimi Azərbaycanda ən yaxşı o devir üçün, ən populyarı Fərda ilə mən idim. Çox var idi, Muşuq var idi, Anar var idi. Sadəcə olaraq nisbətdə. Amma mən elə də çox sevmirdim, komanda işini sevirdim. Ona görə serial işinə başladıq, komanda işi və 20 ildir serial sektorundayım. Əlhəmdülillah, bu məni mutlu eləyir. Yadıma gəlir ki, əvvəlki müsahibələrinin birində bənzər bir cümlə işlətmişdin ki, mən birinci sort aktyoram və digər ölkələrdən gələn ikinci, üçüncü sort aktyorluq təkliflərini rədd edirəm. Hətta birinci sort aktyorluq təklifini belə rədd edirəm, çünki istədiyim məbləği təklif eləmirlər də. Məsələn, bu da olub. İndi burada deyirsən ki, mən daha çox kollektiv... Tamam, tam sən. Ya, orada biraz zarafat var idi, ironiya var idi əslində o müsahibədə. 25 dəqiqəlik... Amma belə bir şey deyim. Yox, zarafatsız. Amma həqiqətən bir devir oldu ki, 2013, 2018, bu 5 ildə o qədər film tərifləri gəldi. Nə qədərini yox deyim, 20-sinə çəkildim, təsəvvürünə yatır. 20 dənə filmi çəkildim Azərbaycanda, Azərbaycandan kənarda. Amma təkliflər yüzlərlə idi. Bəzi məqamda qiyməti özün çox deyirsən ki, ən mədəni surəti yox demək üçün. Bu pul hərsi ilə olmursa, zorluq elə rəqəm deyirsən, sənər xoşuna gəlmir, çox rəqəm deyirsən, qoy uzaqlaşsın. Çünki sənaristin xətrinə dəyər deyəndə və yaxud deyəndə rejissorun işini bəyənmirsən, deyə bilmirsən, sənin işini bəyənmirəm, yox deyirəm. Mədəni surətdə rəqəm çox deyirsən ki, o özü uzaqlaşsın, büdcəni bilirsən, o büdcənin üzərində rəqəm deyirsən, çıxıb gedir. Sonra elə səs yayılır ki, bu çox bahalı və onu bəlkə də hesaba qatmamışdım. Sonra digər yerdə zəng eləmədi ki, onsuz da bahadır. Yox, elə bir kaş mənim filmə çağırsınlar deyə bir acılığım yoxdur. O söz haqqında çıxır ki, çox bahalıdır, çox filandır. Olsun da yəni. Bəs ən maksimal hansı məbləğ olub, əgər sir deyilsə təbii ki, qazandığın, məsələn, bir obraza görə, nə bilim, saatına görə ola bilər. Nə varsa, nə var, nə yox ki. Yox, efirdə təbii ki, bu haqqda danışa bilməyəcəm. Olub da, maksimal məbləğdə olubdur. Hansısa devirdə Azərbaycandan bağlı aktyor olmuşam. Hansısa dövrdə? Hə. Dövr olaraq deyə bilərik, hansı dövr? 2013-18. 2013, az müddət deyil. 5 il ərzində, hə. Sonra əlhəmdə öz yerimə qayıtdım. Tamaşaçılar tanıdı, rejissorlar, prodüserlər bildi ki, bu o deyil, qaytardılar, hə. Hara görüb çıxmışıq. Təhlifini də aldım. Yenidən elə bir zirvəyə çatmaq fikrin var? Məsələn, bu dəqiqə... Yox. Belə deyim, bir şey deyim. O gəncliyin, o yaşın verdiyi bir stimul, motivasiya da olur. İndi 44 yaşım var, dünya baxışım ayrıdır, evlatlarım böyüyüb. Bütün xəyalım onların həyatı üzərindəndir, onların inkişafı üzərindəndir. Özüm deyək ki, öz işlərimi görürəm, amma belə bir şey deyim, çox qəribə bir... Sənin, mən həmişə düşünürdüm ki, mənim öz arzularım bitəndə nə olacaq, həyat maraqsız olacaq. Həyat, sonra zamanla baxdım ki, yox, sən öz arzuların bitəndə evlatların üzərindən arzulayırsan. İndi bəlkə də qocalında da nəvələrin üzərinə olacaq, inşallah. Yəni, mənim eləyə bilmədiklərimi o eləsin kimi, yox? Və yaxud mənim eləyə bilmədiklərimi, mən arzulayıb, amma o yönə gedə bilməmişəm, başqa sahədə olmuşam, o öz sahəsində, belə. Sən hansı yönü arzuluyordun ki? Mən tarixi araşdırmacı olmaq istəmişəm, həmişə içimdə. Bir dini araşdırmacı, bir də tarixi araşdırmacı, amma aktyorluğa da meylim çox olub. Sadəcə olaraq bizdə tarixi araşdırmacı heç ailəsini dolandıra bilməz, açıq deyək. Elə bir şey, belə arxeoloji qansıntı yox. Ümumi, harada işləyəcəkdin ki? Orta məktəbdə belə işləyə bilməzsən. Mən düzə müəlliməm. Təlqin eləyərsən, ha ki, bəs oğul, get tarixi araşdırması. Yox, onlar tarixi elə o qədər meyilli deyil, daha çox dəqiq fənlər. Çox narahat idin, sən mənim uşaqlarıma yer olmasan. Jurnalist olaraq mən bütün vətəndaşların halına canım yanırmış kimi gördüm. Yox, bu qədərini bilmirdim. Həssas insansan. O vaxtlar mən Əbilov klubunda aktyor idim. Məktəbli vaxtlar, sonra... Amma hiss olunur ki, o vaxtlar olub. O vaxtlar. O hiss elədim ki, o vaxtlar olub. O vaxtlar. Dedi, nə bayaq? Gördülər ki, o deyil. Bir zaman gələcək, deyirsən, bir vaxtlar aparıcı idim. Ona görə rahat ol. İndi onu anı yaşa. Daha yüksək olacaq, yoxsa necə? Bilmirəm. İnşallah.
Ağlaya çalışır. Şey soruşum. Bax, Elmədin Cəfərov olaraq müxtəlif obrazları canlandırmısan. Obrazını canlandırdığın ən məşhur serial Bacanaqlar serialı. Hə, uzun ömürlüydü o. Ən uzun ömürlü və belə deyək, aramızda qalsın seriallar var idi o vaxtlar. Qaynana serialı var idi. Bəli, qaynana serial falan. Amma niyəsə Bacanaqlar biraz daha fərqli alınmışdı. Format olaraq həm də şeyə bənzəyirdi bu biraz. Serialdan daha çox sənədli filmin kadr formasında idi və ya belə götürsək, tam da peşəkar kimi görünmürdü. Bəzi kadrda yaxın, uzaq planlarda bəyənmədiyimiz cəhətlər var idi. İzləyicilərin də mütəmadi tənqidləri var idi. Amma niyəsə Elməddin orada daha yaxşı tanındı və qeyri-peşəkar cəhətlər olmana rəğmən sən özünü orada isbat eləmiş kimi görünürdün. Bilmirəm, eləmişdin. Orada bizim texnik problemlərimiz çox idi. Ümumiyyətlə süjet xəttində bəzən problemlər olurdu. Alt baza yox idi. Süjet xəttlərində olmalı idi, normaldır. Çünki çox ağıllı da istəmirdim. Əslində bacardığımız biraz o qədər idi. Biraz bacarandan sonra da bunu indi deyəcəm, kaş elə həmişə elə eləyəydim. Sonra mən getdim orada burada çəkiləndən sonra gəldik Qaragöz adlı film çəkdik. Hər şey %100 idi. Biraz fransızlardan götürmüşdük. Ona görə dramaturji xətt, hər şey, süjet xətti, hər şey %100 düz idi. Biz onu çıxartdıq kinoteatra. Həyatımda ən bəyəndiyim filmdir. Və o çox satılmadı, çox az satıldı. Həyatımda ən az satılan film oldu. Bəlkə prime time problemi var idi? Ya, problem nədə idi? Hər şey çox düz olanda bəzən izləyicini aşıb keçirsən. Tamaşaçı sən onu istəmədiyi bir şey verirsən. Buna hazır deyil. 5 il sonra hazır olacaq. Çox keyfiyyətli olmaz yəni. Biraz çox keyfiyyətli yox. Biraz səhvlər yox, fikrimi çatdıra bilmədim. Mənim belə bir şeydim. Qısa qapanma adlı verilişim oldu. Çox qonaqlarım oldu falan. Maşından sonra onu götürürdüm. Hə, tamam. Veriliş bağlandı 2 il sonra çox partladı bu. Amma veriliş 2 ildə bağlanmışdı. Biz gedən hərfə tamaşaçı ilə baxmırdı. Bu nədir? 2 ildən sonra ayda bu hansı kanaldadır? Bəzən elə şeylər var ki, eləyirsən, o an tutmur. Hansı kanalda o veriliş? ATV kanalındaydı. Niyə tutmadı ki tam olaraq? Bax, onu deyirəm. Bax, məsələ budur ki... Bəzən, məsələn, Cem Yılmazın bir çox filmləri var. Satılmır. Mən filmə baxıram, onun bir dənə problemi var. Kütlə Rəcəb İvedik istəyir, 800 milyon bilet satılır. Cem bir tık və yaxud 3 tık yuxarı deyilir, kütlə onu almır və qavramır. O yumoru 5 ildən sonra tutur, gülür. Diamond stand-up kimi də, o deyil. Bəli. Diamond stand-up. Bir də şeydir, bir dənə filmi var idi Cem Yılmazın. Sonradan satıldı. Satıldı dərkən sonradan populyarlaşdı. Əslində o filmdə ağır film idi, yumor çox ağır idi. Onda qara mizah möhtəşəmdir. Kütlə çoxa tutmur onu. O da problemdir. Stand-upda daha yaxşıdır, çünki açıq danışa bilir. Filmdə amma istəyirsən biraz gizli xəttlərini aparasan, tamaşaçı heyrətlənsən, əlhəmdə tamaşaçı deyir, çiynə ver. Bu qısa qapanma nə qədər davam eləmişdi? Bir il. Bir il. Sonra dedilər ki, bu reyting vermir, bağlayaq. Yox, sonra düşündüm ki, bağlayayım. Mən də heç vaxt televiziya rəhbərləri, Allah razı olsun, mənə heç vaxt deməyib ki, hansı layihəni bağla. Özləri hiss elətdiriblər. Hə, biraz hiss elətdiriblər. Bir də layihənin rəhbəri özüm olduğuma görə özüm reyting düşəndə... Özü sulu gedək. Hə, ya da özüm... Amma indi eləyə bilərsən məncə. Yox, indi həvəsim yoxdur axı. Pul verəndən sonra həvəs avtomatik gəlmir. Məsələn, 10 min təklif eləsələr ki, Elmədin, bu layihə möhtəşəm olacaq, biz sənə inanırıq. Mən bəzilər kimi pula həvəsi gəlmirəm. Bunu altdan nə qəşəng yox, bunu sən dedin, ona görə saat cavab verdin. Başqalarını vurmurdum. Ona görə dedim, orada qəşəng deyənə. Çünki sən dedin ki, pul versələr həvəsi gəlməsin. Elə dedin ki, elə bir sən pulla həvəsi gəlsən. Gəlsəydin, burada nə gəzirdin? Həvəsləndirən yoxdur səni. Sənə həvəsləndirən bu? Yox, mənim həvəsim ölüb. Yüngül soyuq müharibə gedir. Burada yüngül soyuq. Yüngül soyuq. Nə olsun? Olsun. Mart ayıdır. Hə, təbii. Təbiət dirilir. Dirilir demişkən. Qaynanan serialı səncə bacanaqları əvəz eləyə bilir, yəni? Yox, o devrində qaynanan serialda keyfiyyət cəhətdən çox üstün idi. Çünki büdcə olaraq, falan olaraq, biraz türklərin orada işləri var idi, çox idi. Şey olaraq, amma neyəsə ki, reytingdə bacanaqlar həmişə üstün idi. Həqiqətən də belədir. Mən elə müşahidə edirəm. Belə bir şey və biz nə vaxt ki, bacanaqların keyfiyyətini qaldırdıq, artıq yeni texnologiyanın, yeni kameralarla çəkməyə, yeni işıq sistemi, yeni səs. Təcrübə danışırsan. Ciddi deyirəm, yavub çəkildi mi? Keyfiyyəti çox qaldırdıq, abi reytinglər düşdü. Və mən onu harada analiz elədim. Sonra baxdım ki, bu tək filmdə, kinoda, serialda belə deyil. Bu musiqidə də belədir. Baxın, bəzi mahnılar var ki,
bəlkə də əvvəl utanardıq o mahnını qulaqsa. İndi baxsın trenddə birdədir o tip mahnılar. 5 milyon izlənməsi var. Amma çox gözəl altyapısı olan mahnılara baxsan 50 min, 100 min heç trendə düşmür. Elə bir zövqlər dəyişib. Daha çiğnənmiş şeylər daha indi elə bil xoş gəlir. Mən qınamıram insanların zövqünü. Ola bilər bu gün belədir. Özün ümumiyyətlə televiziyaya baxırsan bizim kanallarımıza? Bəli, baxıram. Hansı kanallara baxırsan? Çox təəssüf ki, yaşımla əlaqədar nədir? İnanmayacaqsınız, səs verilişlərə baxıram. Niyə bilmirəm, mən buna nə ehtiyacım var, amma o qədər rahatlanıram. Məsələn, bir Ukraynada nə baş verir? Sadizmlə qaynaqlanmır, məsələn, insanlar orada ölürsən, zövq alırsın. Yox, yaşla əlaqəlidir. İnsan xəbərlər daha çox meylənir bir yaşdan sonra. Orasından razıyam, yəni xəbər həqiqətən. Niyə bu qədər xəbərə meylim yaranıb bilmirəm. Bəlkə digərlərində baxılası bir şey tapırsan deyə. Yox, futbola da baxıram, yox. O qədər də elə... Futbol yəni oyundur da, bu hər bir... Yox, futbol haqqında layihə verilişlərə baxıram. Oyundan əvvəl, sonra, ona da baxıram. O mənə rahatladır, sakitlik verir. Çünki öz fikirlərimlə onun fikirləri üstə düşmür, falan behman belə. Düşsə baxmırsan. Düşməyəndə baxsan. Yox, düşsə də baxsan, düşməsə də baxmırsan. Bir səhə tapırsan baxmağa, baxmaq istəyirsən. Deməli, əsasən idman formatı, bir də siyasi, bir də tarixi. Digər layihələr, digər formatlar. Yox, baxmıram. Təbəssümlə dedim. Çünki təxmini bilirəm hara gətirib çıxardım. Gətirməyəcəm. Bir dənə denən ki, baxıram ya yox. Baxmıram, qaqaş, baxmıram. Baxmıram. Məsələn, elə bu hissədən götürəcək anonsa əlavə edirəm. Mən falan layihələrə baxmıram. Məsələn, çıxardım sonra başla. Hörmətli izləyicilər, yəni yalan demirəm, görəcəksiniz. Problemli adamsın. Gör nə deyirəm, bax. Yapsın boynlarsan, elə bax bu hissəni götürmə. Mən sən bir izləyici mənə tanıyır. Bax, Şıxəli, Talih yoxsa Tofiq? Hansı sənin xarakterini, yəni obrazını daha çox canlandırır və fikirləşirsən ki, yenidən dünyaya yox, o qədər ət dökməyə. Yəni, mənim xarakterimi bu daha çox əks etdirir. Heç biri. Heç biri mən olmamışam. Heç birini yaşamamışam. Amma olmaq istəmirsən. Heç vaxt olmaq istəməmişəm. Amma belə bir şey deyim. Şıxəliyə oxşuyursan amma. Təbii ki. Belə bir şey deyim. İçimdə bəlkə də onlar olub. Talihin nadinsliyi olubdur, misal Tofiqin falan. Amma heç vaxt onu yaşamamışam. İnancımdan dolayı, evdə aldığım tərbiyədən dolayı o real həyata keçmədiyim bir şeydir. Amma kod yaddaşımda da material olaraq, məlumat olaraq var, belə şeylər var. Nə bilim, orada qız görəndə Talihin dəli olmağı, bu birisi Tofiqin pul görəndə belə şey olmağı. 50 dənə belə çanta. Şıxəlinin Şərqin ilk azad olunmuş kişisi olmağı. Niyə kişi ilk azad olan kişisi olsun ki? Bu hansı həddə qədər azad olunmuş? Sən azad olmuşsan ümumiyyətlə? Mən özümü azad istəyirəm, azad insan istəyirəm. Onda Şıxəli məsələsi doğrudur. Yox, Şıxəlidə biraz ironiyalı idi. Yəni, bunlar... Bu məlumatlar var idi beynimdə və orada oynayırdım. Amma bunu heç vaxt real həyatda yaşamamışam. Realda yaşamadığım həyatı Rəbbim nəsb elədi. Mən serial və kinolarda yaşadım və nə vaxtsa dünyadan köçsəm, bunu yaşamadım deməyəcəm, rahatam. Yəni, zirvə hesab elədiyin hansı obrazdır? Zirvə hesab elədiyim obrazı hələ oynamamışam. Oynamadığım obrazdır. Bu tanış cavabdır, çünki mənə bu cavabı bir neçə aktyor verir. Ola bilsin, onlar da eyni hissi yaşayır. Sən deyirsən, hamı... Biraz fərqli olsun deyə düşünürəm. Zirvə hesab elədiyim obrazı bu yaxınlarda oynayacaq. Belə deyim, biraz fərqli olsun. Bu daha maraqlı. Tamam, yaxşı, səndən olsun. Təqlid maraqlı. Amma şeydirsən, verilişdə öz ağırlığını qoysan, sən istədiyini qonağa dedizdirirsən. Fiziki cəhətdən ağır olmasa da məcburam. Başqa bir kompensasiya eləyir. Nə istəsən, montajda ayrı cür kəsə bilərsən, ona görə sən deyən olsun. Yaxşı ideyalar verirsən. Tamam. Bax, həqiqətən. İstəyirəm biraz aktyorluqdan, incəsənətdən kənara çıxaq və keçək bizim sadə, mənim kimi sadə, kasıb, orta statistik bir vətəndaşların həyatına keçək. Kasıb qismə biraz zarafat elədim, amma normal və hamımızın bildiyi sadə insan həyatına. Məsələn, nələr sənə qane edir bizim cəmiyyətdə, nələr sənə qane eləmir? Mən belə deyim, tarixi araşdırmalar çox eləmişəm həyatım boyu. Cəmiyyətimiz çox yaxşıdır. Mən deyim, nə ki xoşuna gəlmir. Özümüz yaxşıyıq, ətrafımız pisdir. Nə ki xoşuna gəlmir. Allah haqqı orta əsrlərdə bundan betər olubdur. Qədim əsrlərdə bundan betər olub. 100 il bundan əvvəl, yəni Sabir yalandan demirdi ki, daha betər olubdur. Əslində, heç vaxt %100. Biz niyəsə görə yer üzündə cənnət axtarırıq. Hər şey ideal, demokratiya, söz o zatda. Olmur, elə şeylər olmur. Bax, Sultan Süleyman da vaxtında olmayıbdur, Şah Abbasın da vaxtında olmayıbdur, Şah İsmail da vaxtında olmayıb, Səlcuqların da, nə bilim, mən öz tariximizdən deyirəm, hələ Sezarın da vaxtında olmayıbdur. Biraz sağ sol, Sezar zaten diktator olubdur, sonra da bıçaqlayıbdır.
ən yaxın dostu belə, oğulluğu belə ona bıçaq vuranlardan biri olubdu. Hə, sən dəmi? Bəli, bəli. Çingiz xan devrində olmayıb. Heç vaxt olmayıb. Biz bunun altyapısı olmalıdır da ki, bax bu o vaxt olub. Olmayıb. İdeal cəmiyyət olmayıbdı. Yəni biz niyə bunu axtarırıq? Bilirəm, ruh yaddaşımızda ideal cəmiyyət bəlkə də var. O cənnətə bağlıdır və yaxud Rəbbim istədiyi. Ən azından qurmaq istəyir. Amma bu olmur, vallahi olmur. Yəni ona görə nisbətlə baxırsan, bəzi insanlar deyir Sovetin vaxtında çox yaxşı. Nə idi yaxşı? 3 cür içki vardı. Limonad, tərxun, qızılgül. Bitdi. Çeşid yoxdur. Cins şalvar arzuydu. Maşınalarını gəlib evində kubikin sayırdılar ki, bunu kubiklə ev tikib. Azadlıq oydu güya, demokratiya oydu. Və yaxud yoxdur, kalpasa. Mənim yadımda da vallahi biz Türətə dururduq talonla. Nə salonda talonla ağardıq 90 əvvələn və 89-a. Şəkil çörəkdə biz bunları görmüşük. Yox, 89-da da var idi bu. İdeal olmur, heç vaxt ideal olmur. Biz ideal axtarırıq. Heç evladımız da ideal deyil, atamız, anamız da ideal deyil. Təbii. Biz onları ideallaşdıra bilərik və hətta biz dünyasını dəyişəndən sonra deyirik, rəhmətlik. İdeal zad deyil idi. Onu çatışan, çatışmayan tərəflər var. Biz çatışan tərəflərini sevməliyik, çatışmayan tərəflərini də özümüzə adaptə eləməliyik. Cəmiyyətdə də, insanda da, hər şeydə. Bəs yaxşı, bu cəmiyyətlə bağlı ideallıq anlayışı. Hə, amma son vaxtlar bizim cəmiyyət çox gözümdə qalxıb. Və mənə elə gəlir ki, Azərbaycan yer şurasının bir nömrəlisi bizik. Bu Qarabağ hadisələrinə də, yəni 2-ci Vətən müharibəsindən sonra Allaha and olsun mümkün olmayan bir şey elədik. Yəni bu mümkün deyil idi. Həqiqətən adama inanmağa gəlməyən mümkün deyil idi və Xankəndidən ümumiyyətlə bu tonqal qalan. Rəzillərin Xankəndidən həmşərik etməyə, rəzillər dərkən ikisini də nəzərdə tuturam. Tək şey deyil, onlar 200 ildir. 1812-ci ildə gəlibdilər, 28-dən ilişib qalıbdılar. Gələndən sonra özlərini hələ erməni adlı bir millət yatırıb salmışdılar. Erməni də yatırıb salıbdılar ora, ruslar deyirəm. Və heykəzat tikirdilər bu yaxınlarda. Ruslar burada birbaşa iştirak edirdi, ermənilərin köçürülməsi. İrandan nə qədər erməni köçürmüş? Heykəzat tikirdilər 20-ci ildən sonra. Özlərinin tarixini düzəldirdilər xəbərində, yəni əlhəmdülillah çıxdılar, getdilər. Bu olmayıb. Bu tarixdə heç kim eləyə bilmədiyi bir şeydir. Bizim cəmiyyət çox yaxşıdır. Çatışmamazlığımız var. Bizdə də qırmızı işıqda keçən var, bizdə də qanunları pozan var, bizdə də əxlaqsızlıq hansısa səviyyədə var, oğurluq var. Abi bu olacaq, bu 1000 nəfərin içində bu olsun. Bu olmamış mümkün deyil ki. Yerdə cənnət qurursan, zaten olacaq. Bizdə cinayət var, amma hadisə bir də oradan bax da. 10.000 nəfər döyüşə gedir. 100.000 nəfər biri alma, biri kotlet çörəyin arasında, biri dua, biri pensiya kartını verir. Olmur ya, bu olmur. Heç bir cəmiyyətdə var, çox aşağı səviyyədə. Bizdə hamı döyüşürdü. Raket atılır, kişi belə stoykasını tərpətmir, birisi durur. Qarabağ müharibəsində hətta bir videoda var. And olsun, bizim içimizi açdı, bizim qəhrəman olduğumuzu açdı görürsən. O da deyir, dəymədi deyir. Atır deyir, dəymədi, dəymədi. Adam artıq buna yumor düzəldir. Tamam, biz gör hansı səviyyədəyik. Gülə-gülə gedirik. Və Rəbbim də biz tərəfdəydi, həqiqətən. Allah bərəkətləndirdi. Və biz çox qəhrəman millətik, qəhrəman xalqıq və hamılıqla qəhrəmanıq bütün Azərbaycan. Ona görə cəmiyyət gözümüz çox qalxdı. Biz ən aşağı səviyyəli mahnıya qulaq asa bilərik. Ola bilər. Ən aşağı səviyyəli kino eləyərik, film veriliş eləyərik. Amma döyüşdə ən yüksək səviyyədəyik. Bizdən üstünü yoxdur. İnsafən, biz Şuşanın alınma prosesində gördük bunu. Ondan üstünü, yəni kim eləyəcək? Xəncərlə, qayalıq ərazilərdən, düşmənin oğlanların özünə sonra mən tanış oldum. Qalxıb adamlar. And olsun, müharibədən əvvəl onları o qədər görmüşük, bilməmişik. Bu insanlar o insanlar olacaq. Papaq altında yatan. Yəni, bu deməli, bu tarixdə bizdə bu var. Ona görə cəmiyyətimizi çox sevirəm. Qurban olma Azərbaycana. Cəmiyyəti anladım. Fərdi olaraq. Sənə görə ideal qadın və ideal kişi necə olmalı? Və ya belə deyək, qismən daha yaxşı kişi, qismən daha yaxşı qadın. Bu biraz şablon sualdır, amma hər dəfə fərqli cavablar aldığım üçün sənin də fikrin maraqlıdır. Yəni. Mən həyat prinsipim belədir. Allaha layiqli bəndə olmaq istəyirəm. Elə biləm ki, ona layiqli bəndə olanda sən cəmiyyətdə də yaxşı insan olacaqsan, Allah istədiyi kimi olacaqsan, sən Allahı sevməlisən. Allah sevənlər də səni sevəcək o zaman. Bir də bir şey deyim. Bizim dinimiz İslamdır da. İslam barış deməkdir. Barış, sülh. Yəni zaten inancımız barışdır.
Barış ilə yox ha, insanla təcə yox. Torpaqla, təbiətlə, heyvanla, gördüyün hər şeylə, yaşadığın evlə, geyindiyin geyimlə, ailənlə, uşağınla, qonşunla, hər şeylə barış içində yaşamalısan. Bütün kainatla və ən əsası Allahınla, özünlə. Bunları bu barışı həyatında qura bilsən, Allahın istədiyi o barışı həyatında qursan, ilk öncə özündən və Allahla başlayıb bütün gördüklərini yaranışla barış içində yaşasan, ideal insan ola bilərsən. Bu dərəcə ilə olacaq, %100 heç kim o səviyyədə ola bilməz. Amma üst leveldeysənsə, bunun üçün yalnız belə olmaq lazımdır. Bir də empati hissi olmalıdır insanda. Mir Çingiz bunu niyə elədi? Niyə elədi? İroniya ilə ola bilər, kindən ola bilər. Ya da onun səbəblərini axtarsan. Bəlkə buna görə, bəlkə bir yası düşüb ona görə aqressivdir. Bəlkə bu gün ruhun aşağı olmanın səbəbi var, evdə dalaşıb və yaxud bir şeylər olub. Mənlə danışıq tərzinə bax deyib də yanaşa bilərsən, ya da empati qurarsan. Bəlkə də Çingiz həqqi səndən xoş gəlmir, səndən qəsdən belə danışır. Amma sən empati quranda sənin ötürdüyün enerji Çingizdəki aqressiyanı da aşağı salacaq, bir dostluq yarada bilər. O nifrətə gedən yerdə. Bir də çox uzun danışdım, bunu da deyim. Normaldır, problem yoxdur montajda. Mənim həmişə düşünürdüm ki, bütün ömrüm boyu din araşdırmalarımda necə elm ki, Allahı sevə bilim. Baxın, hamı kimi mən də sevə bilirəm, sevirdim. Amma istəyirdim ki, bu yetmir də. Sonra baxdım ki, o qədər böyük sevgi olmalıdır ki, sən Allaha o qədər dərk eləməlisən ki, onu dərk eləməyə başladıqdan sonra başa düşsən ki, onun deyək ki, ürəyində sevgin var, o ürəkdə kin ola bilməz kiməsə qarşı. O ürəkdə nifrət ola bilməz, o ürəkdə pislik ola bilməz. Çünki o ürəkdə Allah olan sevgi olacaq. Onun qapı qonşusu kin, nifrət ola bilməz o sevginin. O ürək tərtəmiz olmalıdır ki, ora Allahın sevgisi gəlib otura bilsin. Çünki ən pak yerin olmalıdır. Ondan sonra mən kinə də, qisasa da, nifrətə də tövbə eləmişəm. Heç vaxt heç nə kinim var, nə qisas almaq hissim var. Allah rizası üçün ki, o sevgi buramda qala bilsin. Onun məkanı, o sevginin məkanı o qədər pak olmalıdır. Özümü ideallaşdıraraq danışmıram. Həyatın praktikasını danışıram ki, o zaman insan nisbətən cəmiyyətə xeyirli insan olmağa başlayır, nümunəvi insan olmağa başlayır. Bu kin, qisas dedin, oradan yadıma düşdü. Heç sənə qarşı düşmənlik sərgiləyənlər və yaxud da sənin ayağının altına qazanlar, sənin işinin alınmaması üçün canfəşanlıq eləyənlər olub mu? Bax, mən sənə bir şey deyim. Bəlkə də olub. Kimə getdi, oradan... O olub və yaxud bəlkə də olub. Mənə elə məlumatlar gəlib, o məlumatların gəlməyini də %100 bilmirəm. O qədər başqa yerə fokuslanmışam ki, kimsə quyu qazır, kimsə... Amma büdrəmə ehtimalı var. Büdrəmirəm də, problem nədədir? Mən o qədər Allaha inanaraq gedirəm ki, həyata, yoluma. Mən getdiyim yolda mənə bir quyu lazım olur ki, o quyudan su götürüm. O birisi də mənim düşməyim üçün qazıqdı, yol üstü o quyudan su da götürüb gedirəm. Əslində onların qazdığı quyular bəhsə mənim xeyrimə olur. Çünki mən Allaha sığınaraq hərəkət edirəm. Hər şeydə bir xeyir var. Hə, o şərrən hamısı xeyrə çevrilir. Sən Allaha tam ürəkdən sığınaraq, inanaraq, iman edərək yaşayanda. Bax, bir də bunu deyim. Biz hamımız Allahın varlığına inanırıq. Amma Allaha güvənməyimiz... Hə, bu ən vacib məsələdir. Bizdə güvən məsələsində problem var. Allahın ədalətini Allah qoruyacaqmı, qorumayacaqmı? Bax, qorumayacaq demirik, amma... Birdən olmaz da. Bax, bunlar var ya, oflar var ya, orada güvən zədəlidir. Tam güvənəndə, and olsun Allah, insan suyun üstündə belə yeriyə bilər. Bunu mən möcüzə olaraq demirəm, elm olaraq deyirəm. Onun elmini kəşf edə bilərik. Bax, bu qədər. O qədər dərin düşünsək, bəlkə də edə bilərik. Nə, təbii ki, tam güvənsək, onu yansıtsaq. Amma həyat da çox möhtəşəmdir. Məişət dediyin şey... O da möhtəşəmdir. Möhtəşəm qrup. Sənə iynə batanda canın ağrıyır. Sənin uşağına bir şey olanda ürəyin döyünür. Bir qız görəndə sevirsən, gecələr yatanmısan, evdə çörək olmayanda bir sıxıntını o qədər rəhli düzəldir. İş yerində sıxıntı olur, operatorla sporun olur. Bütün bunların tam qırağçı Allahla danışanda baxsan ki, nə qədər gözəl bəzəyirsən sən dünyanı. Soyuq olur, xəstələnirsən. Allahım, sən dünyanı elə gözəl bəzəmirsən ki, mən dünyanı elə həqqi məkanımız bilirəm. O qədər gözəl bəzəmirsən ki, adam səni unudur. Bəlkə də bunu imtahan üçün eləmişsən, dünyanı bərbəzəkdən ibarət edirsən, amma o qədər möhtəşəm, ideal düzəldibdir. Sən görsən, xromosomlar kimi yer çıxırsan, atomlar, nüvələr bədənində öz-özünü bərpa edən sistem. Bizim verilişimiz neçə dəqiqədə davam edir? Bədəldə montajımız var. Yarım saat. Bir 5 dəqiqədə bizə versən möhtəşəm olar.
Çox sağ olun. Təşəkkürlər. Bir sual verəcəm. Yadıma gəlir, təxminən bir həftə bundan əvvəl yazılı müsahibələrini oxumuşdum. Bəziləri də audiovizual müsahibələr idi. Oradan mətn kimi çıxartmışlar. Orada demişdin ki, bəs Fərda deyir ki, Elmətli mənim torbamı tikib çıxartdırdı məni işdən, nə bilim nə. Bu əvvəllər belə bir şey olub ya bilmirəm, amma ən azı bir 15 dənə sayta bu yayılmışdı. Ən azı bir 15 dənə sayta. Hansı kanalda idi? Qapqara veriliş idi yoxsa nəsə, deyəsən şeylə bağlı, Qaraqura layihəsi ilə bağlı. Və sənin də bununla bağlı verdiyin açıqlama belə sayılmır dedim olar ki, çox təəssüf edirəm xarakterli. Orada hiss edirdim ki, sən qalmaqal adamı deyilsən ümumiyyətlə. Mən belə deyim, mən Fərdanı çox istəyirəm. Mənim üçün stand-upda Azərbaycan bir nömrəli aktördür və uzun illər dostluğum olan insandır. Mənim üzüldüyüm nöqtə var idi. Mənim ən yaxın dostum dediyim insan gedib mənim haqqımda elə söz deməməlidir. Çünki o da məni tanıyır, dediyi adamlar da tanıyır. Mənim elə xarakterim yoxdur. Mən kimlərləsə çörək kəsmişəm, amma heç kəsin çörəyini kəsməmişəm. Mən gəlib bu söz mənim haqqımda deməyin məni çox incitdi. Həmişə də sənin yanında olmağa çalışmışam bir qardaş kimi. Amma mənim haqqımda bunu deməyən məni incitdi. Sadəcə o incidiyimi dedim. O isə Tolkien verilişində əməli başlı şoz düzəltdilər, normal. Sən ilə də cavab vermədim, açıqlama vermədim. Çünki mənim niyyətim qalmaqal deyil. Peki yanaşmalarınız fərqlidir. Məsələn, sənə görə daha yaxın bir dostdur, ona görə sən o qədər də yaxın. Ola bilər, haqlısan. O da ola bilər. Hər adamı özün kimi bilmək məsələsi var da. Ola bilər, bilmirəm. Bir də qəlbləri Allah bilir. Yəni, bir şey soruşacaqdım ki, nə vaxtsa gələcəkdə yenidən ortaq bir layihə eləmək kimi bir ehtimal varmı? Məsələn, tək səbirin daha üst səviyyəsi. Təhlif olub, əslində təhliflər olub. Mən sənə bir şey deyim, heç vaxt keçmişimi satmaq istəmirəm. Bacanlarla bağlı təhlif olur, sponsor olur və yaxud heyət insanlar. O mənim keçmişimdə pis deyil, pis deyil. Yaxşı olan şeyi satmıram. Pis olan şeyi də abır eləyərəm, satmaram. Bu yaxşıdır, yaxşı keçmişdir. Bunu qurdalayım, təzədən eləyim, bəlkə uğurlu olmadı. Qoy elə yaxşı-yaxşının da qalsın. Pisi də zaten ayıbdır axı satmaq, zaten bilirsən pisdir. Keçmişimi satmanın tərəfində deyiləm. Olub, o mənim tariximdə qalıb. Yəni, zirvədə saxlayıb. Okey, ən yaxşısı odur, mən elə düşünürəm. Ya zirvədə, harada olur olsun, saxlamısansa bitib, yenidən eləməyə cəhd eləmə. Bax, bu sualı da verim, ondan sonra istəsən əgər yekunlaşdıra bilərik. Tamam. Yəni, əsas qazancı, məsələn, maliyyə mənbəyi. Sırf aktyorluq yoxsa kənar qazanc yerlərində? Əvvəl kənar qazanc yerlərim çox idi. Yəni bir çox pandemiya dövründə demək olar ki, hamısını %99'unu itirdim. 2 il məsafədə hansı işi görmüsənsə, o iş donur ölür. Və sıfırdan onları qurmağa nə imkan çatdı, nə səbrim çatdı, nə maliyyə olaraq, nə zaman olaraq sıfırdan bir də qurmadım. Batdı getdi. İndi elə öz Rəbbim verdiyi istedadla serial olsun, özüm çəkildiyim çəkilişlər belə aləm dolandırıram və həmd olsun. Necə bu TikTok layihələri kimi canlı yayıma çıxmadan var idi. Bir xeyli aktyor var idi, bir xeyli müğənni var idi ki, TikToka çıxırdı, orada bunlara şeylər atırdı. Mən bunu təqdir eləmirəm. TikToka yazığım gəlir. Girişim qadağandır. Yox, istəmirəm elə şeylər eləyənlərə pis baxmıram, özləri bilər. Amma adamlar əməli başlı zəngin olmuşdu orada. Allah bərəkətləndirsin, bilmirəm, vallahi bilmirəm. Mənim üçün onlar inciməsin, vallahi onlar haqqında demirəm. Mən öz payıma deyirəm. Mənim üçün o ayıb bir şey gəlir ki, mənə bir şeylər atın, bir jeton atın, mənə satın. Onlar incimədi. O deyirəm, öz payıma deyirəm. Onların sən öz payıma sözünü yığışdır, məni hamına düşmənlər. Yəni mən biraz onu qəbul edə bilmirəm. Rəbbim əl qol verib. Bəlkə onda öz bir istedaddır, onu da bilmirəm də. Yəni onun üçün mən ümumiyyətlə praktikam yoxdur. Sosial şəbəkələrdə yoxam. Girişim də qadağandır. Elon Musk tapşırma, uşağı ora buraxmayın. Əsərə deyirəm. Yəni yoxam və bunun əziyyətini də çəkmirəm. Odur söhbəti ki, sənin üzünə baxanda insanı gülmək tutur. Bir devirdə, o 13-18-də, çörək onda gəlirdi. Ha vaxt cəmaat mənə baxanda dedi ki, belədir, bax onda çörəyin qapıları bağlandı. Ax da. Təbii, bu zarafat deyil. Mən misal üçün bəzi obrazlarda baxıb gülmüşəm. Məsələn, bu dəqiqə baxıram, sırf səni gördüyüm üçün gülməyim gəlmir. Yəni bu qətiyyən ironiya deyildi. Doğrudan da yazırlar ki, Elməddinin elə bir xarakteri var ki, baxanda insanı gülmək tutur. Elə iddialar var. Mən elə şeydə insan deyirəm. Mən şəxsən sən ciddi veriş yaparsan, mən sən harada görüm gülmək tutur. Məsələ orada mən ciddi veriş yapardığım halda mənə deyirlər ki, bir nətər gülmədən dayana bilirsən. Doğrudur. Deyirəm, mən də bilmirəm. Ya mən yenələşik ya biz burada. Allah nə qədər. Buradan sonra inşallah məndən davam edəcəm. Əlavə bir qeyd edin. Yəni döyüşdən öncə əlavə bir
Əlavə bir qeyd edin. O da Tam demək sən mi deyim? istədiyin varsa, nəsə Mən varsa. sən verilişin ilk başlardan izləmişəm. Çox yaxşı verilişdir, çox yaxşı aparırsan. Bəzən amma sadəyim içində qalmaqala yüngül meyil var, o pası verirsən. Görmüşəm, hiss eləmişəm. Amma çox superdir verilişin, çox bəyənmişəm. Tam səmimi deyim, verilişdə olmaq istəmişəm. Hansısa an baxmışam, həmən istəyirəm bu verilişdə qonaq olum. Zəif olan efirində olub, özünün onun fərqindəsən %100. Bu şkalayla olmayıb, belə-belə dalğa normaldır. Və ən əsası bir şey dediyim, yanlış anlama, sənə hörmətim çoxdur, amma atan, mənim üçün Azərbaycan bir nömrəli jurnalistidir. O kişinin belə doğulu olmalıydı və bu səndə son hədd deyil. Mən səndən tanıdığım qədər aldığım enerji atan keçəcəksən. İnşallah. Minnətdaram. Yəni təbii ki, hər bir ata istəyir ki, oğlu daha Amma sən bir şey deyim, atan bu yaşda olanda çox də idi. Sən hələ aşağılarda. Dedim də o tərifin axırında hər yerindən duran bir kanal açır. Hər ürəyi istəyən də veriliş çəkir və bir növ çəmənlik kimidir və hansı gül daha yuxarı çıxacaq bəlli deyil. Milyonlarla bu yaxşı deyil. Tam da deməzdim. Hansı yaxşıdır? Məncə o dövr daha şərtlər olmayanda yaxşıdır, şərtlər olanda. Şərtlər təbii ki, önəmlidir, razıyam. Biz heç nəyə razı qalmırıq. Çox olanda deyirik ki, çoxdur, hamı çıxır. Az olanda o qədər istedadlı uşaqlar vardı, şərait olmadı, öldü. Özün dedin də, bu dəqiqə dedin zirvə falan, ona görə cavab verdin də mən. Abi, sən də zirvə olmayacaq. Niyə mən hesablaşdırırsan? Sərvət erim ya. Götür onu, çıx mənə. Ya, sərvət erim. Ya, sərvət erim, tamam. Abi, həqiqətən. Eybi yoxdur, əsas odur ki, ən azından bacanaqlar kimi bir layihə olmayacaq. Sağ olun, təşəkkür ederim. Minnətdarım abi. Şaşacağım, nə deyirsən? Bu təqdimatı bitirək də. Tamam, saniyə qalsın. Külək amma, külək üzdən hiss olunmasın. İçəri çox sıxılır avazınız. Belə izləmişaçılar, Milli Dipçəyinə bağırdınız. Qonağımız Azərbaycanın tanınmış aktyoru Elmədlin Cəfərov idi və biz... Sözünü de da, verişi qutar da, qardaş. Biz bacardığımız qədər səmimi bir müsahibə eləməyə çalışdıq. Mehriban olduq. Biraz dərəcəsini aşdıq, amma məncə qəşəng bir veriliş alındı və hər hansı bir şərhiniz varsa, yaxud da təklifiniz varsa ki, filan kəsi dəvət eləyin efirə, bunları rəylərdə yazın, amma rica edirəm, tənqidlə təhqiri qarışdırmayaq. Çünki bəzən olur, qonaq haqqında nalayiq ifadələr işlədirlər. Mən o rəyləri bir-bir istəyirəm, çünki biz burada hər birimiz öz ailəmizin tərbiyəsini sərgiləyirik. Müəyyən hədləri qoruyaq. O hədləri qoruduğun üçün Allah səndən razı olsun. Təşəkkür ederim. O hədləri qoruyaq, çünki hər birimiz bacardığımız qədər bu hədləri riayət eləmək məcburiyyətindəyik əslində. Çox sağ ol, təşəkkür ederim. Özünüzdən müayət. Abi, qutaraq, verilişi qutaraq. Hər əli, imkan versən qutaracaq. Sağ olun, sağ olun. Estağfurullah. Buraya sən işim var. Ən məşhur canlandırdığın, yəni serialda müthiş. Bu rejissor savunurum. Qardaş dedi onu söndürsək, burada isti olacaq. Mən dedim ki, söndür, isti olsun. Müsahibə olmaz. Haqlıymış, qardaş haqlıymış. Deyim, düz deyirsən, burada istidir. Minnətdarım, buradan o qardaşa təşəkkür edirik. Bəli.